Cinsi yolla bulaşan xəstəliklər haqqında danışacağım seriya hazırlayıram. Bu və bundan sonraki bir neçə videoda cinsi yolla bulaşan müxtəlif xəstəlikləri müzakirə edəcəm. Bunları paylaşmaqdakı məqsədim bu xəstəliklərin həm dünya səviyyəsində, həm də bizim ölkəmizdə sürətlə artmasıdır və artmasının da əsas səbəblərindən biri maariflənmənin çox aşağı səviyyədə olmasıdır. Və ilk olaraq bugün qonoreya xəstəliyindən danışmaq istərdim. Qonoreya xəstəliyi ümumiyyətlə dünyada hər il ən azı 100 milyon insanın get-gedə artan şəkildə xəstələndiyi bildirilir və bu ölkəmizdə də sürətli şəkildə artır. Qonoreya bir bakteriya infeksiyasıdır, Neisseria gonorrhea bakteriyasının, ancaq bu bakteriya infeksiyası sadəcə iki şəxsin xəstələnməsi ilə gedən bir proses deyil, daha dərində gedən bir prosesdir. Müalicə olunmadığında sonsuzluğa qədər gətirib çıxara bilər. Həmçinin şəxslərdən biri və ya hər ikisi bu xəstəliyə yoluxduğu barədə məlumatsız olarsa, təbii ki, sürətli şəkildə yayılmasına da səbəb olur. Deməli, bu infeksiya yoluxandan sonra əsasən cinsi yolla yoluxur. Cinsi əlaqədən sonra 2-7 gün ərzində bu infeksiya sakit şəkildə bədəndə qala bilər, amma əksərən tez bir zamanda özünü göstərir və ən çox qadınlarda da, kişilərdə də göstərməsinə baxmayaraq həkimə daha çox müraciət edənlər kişilərdir. Çünki kişilərdə bu cinsi orqandan gələn irinli bir damcı şəklində özünü göstərir və bu həmçinin də sidikə çıxma zamanı ağrılı olur bu nahiyyə və digər tərəfdən qaşıntı da olur. Qadınlarda isə kişilərdən fərqli olaraq bu zaman o qədər də məsələn nəzərə çarpan qaşıntı olmur. Hətta simptom göstərmədən də davam edən, sadəcə axıntı ilə irəliləyən forması da ola bilər və buna görə də qadınlar bunu çox vaxt ciddiyə almadığına görə həkimə də getmirlər və nəticə etibarilə xəstəliyin sürətlə yayılmasına da səbəb olurlar. Yəni həm qadınlar, həm kişilər. Və xəstəliyin yayılmasında ona görə narahatıq ki, bu sadəcə qaşınma və məsələn sidiyə çıxma zamanı ağrı ilə getmir. Həmçinin xəstəliyin daha dərinə yayılmış versiyaları vardır. Belə ki, bu sakit yerində qalan bir infeksiya deyil. Bu infeksiya yuxarıya doğru yayılır, yuxarı sidik yollarına, sidik kisəsi və ondan sonra daxili orqanlarda, qarın boşluğu orqanlarına yayıla bilər və bununla da bitmir. Bu həmçinin ana nahiyədə, bağırsağa da yayılır. Bundan əlavə də dizlərdə, oynaqlarda da ağrılara səbəb ola bilir. Və bəzən insanlar oynaq ağrısı ilə, oynağın şişməsi ilə həkimə gedirlər. Bu zaman oynaqdan punksiya götürülür, material götürülür və burada irini qonoreya infeksiyası sübut olunur. Qadınlarda isə daha qorxulu formalar da ola bilər. Belə ki, uşaqlıq divarı, uşaqlıq yolunun iltihaba cəlb olunması, yaxud da uşaqlıq borularının iltihaba cəlb olunması, daha sonra isə divarlarının bir-birinə yapışması, əgər yetəri qədər müalicə olunması qarındaxili digər orqanlara da yayılır. Hətta qaraciyərə qədər, öp kisəsinə qədər yayıla bilər və qadınlar və yaxud da əziyyət çəkənlər xəstəxanaya qarında şiddətli ağrı ilə gəlirlər, amma və düşünülür ki, sidik öd kisəsi iltihabıdır, ancaq müayinə zamanı görülür ki, burada tamamilə qonoreya infeksiyasının qarın boşluğuna doğru yayılması müşahidə olunur. Və qadınlarda bu əksərən simptomsuz halda getsə də, simptomlu halda da gedə bilər. Simptom yenə də ağrıdır, sidiyə çıxma zamanı ağrıdır, qarında şiddətli ağrının olmasıdır və bu menstruasiyadan sonra bu ağrılar güclənir ya da cinsi əlaqədən sonra güclənə bilər və çox maraqlı bir forması da var qonoreyanın. Bu zaman qonoreya insanda yəni gedib cinsi orqana tutulmur. Oral cinsi əlaqə zamanı isə məhz boğaza yerləşə bilər və boğazın arxa divarının iltihabına, faringitə səbəb ola bilər. Yəni gördüyünüz kimi çox şaxəli infeksiyalara səbəb olur və müalicə olunmazsa əgər daha sonra qalıq bu dediyim orqanlarda iltihabın dərinləşməsinə gətirib çıxara bilər, orqanın sıradan çıxmasına və həmçinin cinsi orqanların da fəaliyyətinin pozulub, sonsuzluğu yaranmasına gətirib çıxara bilər. Həm kişilərdə, həm də qadınlarda. Bu təkcə cinsi yolla keçmir, həmçinin hovuzda da olanda keçir. Yəni əgər çox istifadə olunan hovuzdursa və lazımi miqdarda bu hovuz təmizlənmirsə və qadınlarda da nəzərə alsaq ki, sidik kanalı çox qısadır kişilərə münasibətdə və bu zaman qadınlar bu infeksiyaya hovuzlardan da yoluxa bilirlər. Məhz buna görə də çox diqqətli olmaq lazımdır. Müalicəsi var.
Təbii ki, müalicəsi var. Xəstəlik ağırlaşmadan antibiotiklə müalicə olunur. Amma məsələn qadınlarda xüsusən bir qorxulu nüans da ondan ibarətdir ki, qadınların xəbəri olmaya bilər ki, onlarda belə infeksiya var və həmin qadınlar doğuş edərkən uşaqlar da buna yoluxurlar. Ana və uşaqlıq yolundan keçərkən təbii doğuşla doğulan uşaqlar və buna yoluxma nəticəsində hətta bu uşaqlarda körpələrdə gözlərin korluğuna qədər gətirib çıxara bilir. Gördüyümüz kimi sadəcə cinsi orqanın xəstələnməsi də yetmir, həmçinin bir çox orqanlara fəsad verə bilər, daxili orqanlara fəsad verə bilər və sonsuzluğa gətirib çıxara bilər. Buna görə də insanların maariflənməsi önəmlidir. Əgər partnerlərdən biri bu xəstəliyin özündə olduğunu müşahidə edirsə, digər partner də eyni zamanda müalicə almalıdır, antibiotik müalicəsi almalıdır. Yox, əgər sizin sabit partneriniz yoxdursa, müxtəlif partnerlərlə qısa müddətli əlaqə yaşayırsınızsa belə, bu zaman əgər sizdə müəyyən olunubsa bir infeksiya, geri dönüşlü olaraq son 3 ayda kimlə əlaqədə olmusunuzsa, həmin şəxslərin də məlumatlandırılması və müalicəyə cəlb olunması profilaktika nöqteyi nəzərindən çox önəmlidir ki, xəstəlik yayılmasın. Və həmçinin prezervativlərdən istifadə olunma bu xəstəliyin qarşısını xeyli dərəcədə alır. Buna görə də yaxşı olardı ki, ən azından insanların profilaktikasına uyğun olaraq Amerikada və Avropa ölkələrində olduğu kimi bizim ölkədə də kondomatlar, yəni kondomların satıldığı avtomatlar quraşdırılsın. Məhz bunların istifadəsi nəticəsində xəstəliyin də profilaktikası mümkündür. Ümid edirəm ki, bu video faydalı oldu. Növbəti videolarda isə cinsi yolla yoluxan digər xəstəliklərdən, yəni HIV virusundan, digər adı immun çatışmazlığı virusundan, qazanmış immun çatışmazlığı virusu, daha sonra siflis xəstəliyi, xlamidiyalardan danışacağam. İzlədiyiniz üçün təşəkkür edirəm. Video faydalıdırsa digərlərinin də məlumatlanması üçün bəyənib videonu paylaşa bilərsiniz. Sağlamlıq arzu edirəm hər kəsə.